1 vur 3, 1 bölünsün 3 vur 5, 1 bölünsün 5 vur 7, 1 bölünsün 7 vur 9, 1 bölünsün 9 vur 11. Baxın uşaqlar, bu tip misallarda, belə misallarda, bu ardarda ki belə gelir, düzdür. Belə misallarda ne edirik? Fikir versiniz məxrəci 1, 3, 3, 5, 5, 7. Bunun ikinci rəqəmi bunun birinci burada var. Sonra 3, 5'dir, sonra 5, 5, 7'dir. Burada 5 de var, sonra 7. Sonra 7, 9, 9, 11 ve aralarındaki fərq eynidir. 3 1'dən 2 vahid böyütür, 5 3'dən 2 vahid böyütür, 7 5'dən 2 vahid, hamısı eynidir. Bu tip misallarda ne edirik? Bərabərdir, en kısa yolu. Kəs xətti çəkirəm. En birinci, burada 1'dir, bir şey dəyişməyəcək, amma bəzən fərqli də olur. En birinci rəqəmə bax, bu en birinci 1 ilə. En axırıncısı 11'i vurulan bir-birinə məxrəcdə 1 vurulsun 11.